Burada yazılanı görürsünüz. Ya Əli, ya Hüseyin yazıbdır. Yəni bu söz bəzi insanların dilinin şüarıdır. Hey iş görəndə, oturanda, duranda filan bir işi görəndə neynirlər? İmam Əlini, İmam Hüseyni çağırırlar. Ya Əli, ya Hüseyin deyirlər. Halbuki Qurani Kərimdə görün uca Allah nə deyir bizlərə. Allah Taala Bəqərə surəsi 186-cı ayədə buyurur ki: "Qullarım səni məndən soruşsalar, mən onlara yaxınam. Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm." Subhanallah. Ayəyə diqqət edin. Allah Taala nə deyir ayədə? Qullarım məni səndən soruşsalar, mən onlara yaxınam. Bizə bu qədər yaxın olan Allahı qoyub, niyə dünyasını dəyişmiş insanları çağıraq? Yəni İmam Əli də, İmam Hüseyin də salih insanlar olublar. Allah onlardan razı olsun. Biz onları sevirik. Amma onlar dünyalarını dəyişiblər. Artıq bu dünyada deyillər. Onlar ölüblər. Yəni bizi görmürlər və eşitmirlər. Bizi hər yerdə görən, eşidən kimdir? Yalnız aləmlərin Rəbbi olan Allahdır. Ona görə də yalnız və yalnız Allahı çağırmalıdır. Və Allah Taala görün Quranda nə deyir Bəqərə surəsində ki, yəni qullarım məni səndən soruşsalar, mən onlara yaxınam. Bizə bu qədər yaxın olan Rəbbimizi qoyub, niyə bizi görməyən və eşitməyən insanları, dünyasını dəyişmiş insanları çağırırıq? Yəni İmam Əli də, İmam Hüseyin də ölüblər. Onlar bizi görmürlər, eşitmirlər və bizə heç bir xeyir, fayda verə bilməzlər. Yəni Allah Quran-ı-Kərimdə deyir, məni çağırın, mənə dua edin. Demir ki, məndən başqalarını çağırın, başqalarına dua edin. Və bu deyilən söz bəzi insanlara kiçik gələ bilər. Burada nə var ki, mən Əlini, Hüseyni çağırıram, onları sevirəm. Halbuki bu söz Quran-ı-Kərimə baxsaq, uca Allaha ortaq qoşmaqdır, şirk qoşmaqdır ki, bu da Allah yanında ən böyük günahdır. Allah yanında ən böyük günahdır.